Bürclər, qoçlar, şirlər, oxatanları, o dünsürlərini nələr gözləyir? Birinci baxaq 24 avqustdan 31 avqusta doğru. Birinci qoçlardan başlayaq. Qoçlar bu həftə sizin canlı bomba olacaq bir vəziyyətinizdir. Yəni elə bir vəziyyətdə olacaqsınız ki, nə sizə yaxın durmaq olmaz, nə də ki siz kimlərləsə danışığa çox da böyük aktiv bir vəziyyətdə yanaşmayın. Çünki keçmişin gələcəyə doğru yarımçıq qoyduğunuz ən çox da şəxsiyyətlə bağlı problemləri önə çıxacaq. Elə bir vəziyyətdə olacaqsınız ki, içinizdəki ümidsizlik, zamanla əlaqədar olaraq güvənsizliyiniz. Ümumiyyətlə bu həftə qoçlar, şirlər, oxatanlar üçünüz də sevgi, şəxsiyyət, ailə ilə bağlı xəyanət və yalanların aktiv bir məqamında olacaqsınız. Özünüzdə edə bilərsiniz, sizə də oluna bilər. Və bu qoçlar ən çox da belə deyim də bu güvənsizliyi etməmiş bir formada sizə söz-söhbətlər, sizə udarlar, sizə yarımçıqlıqlar gələcək ki, öz enerjinizi zamanla əlaqədar doğru bir formada apara bilməyəcəksiniz və dəngənizi itirəcəksiniz. Övladlarınızla əlaqədar sağlamlıqla əlaqədar problemlərə fikir verməlisiniz və ən əsası kimlərləsə şərikli iş, pul, maddiyyat birliyindəsinizsə bunlara fikir verməlisiniz. Çünki iş, pul, maddiyyatla əlaqədar sizin gedişatınızda ciddi bir problemlər olacaq və aktivləşməyinizi zamanla əlaqədar düzəldə bilməyəcəksiniz. Buna fikir verməlisiniz. Qoçlar, bir balaca tez ümiddən düşəcəksiniz, bir balaca hər şey zamanla əlaqədar olaraq tez boşluğa doğru aparacaqsınız. Bunun məncə qabağını alsanız daha yaxşı olar, uğurlu olar və özünüzü gücləndirə bilərsiniz. Ümumi gedişatınız belə deyim də sizə qoç bürcləri 71-68% aralığında olacaq. Tam da bağlı deyil. Amma şirlərə gələndə şirlər bu həftənin kapitanlarından biri də sizsiniz. Zamanı istədiyiniz formada, istədiyiniz gedişatda dəyişə biləcək insanlarsınız. Bəli, bu şansınız var. Düzdür, beyin düşüncələriniz uğursuz olacaq və bu həftə şirlər iki insan arasında qala bilərsiniz. Seçim olaraq, şansı olaraq, düşüncə olaraq beyninizi elə bir başqa bir yeni bir tanışlığa, yeni bir münasibətə doğru aparacaqsınız ki, bu sizin istədiyiniz şəkildə güclənməyinizə icazə verməyəcək. Ümumi dəyərləndirsək, belə deyim də sizə, ümumi dəyərləndirsək, şir bürcləri gücünüz normadan çoxdur, enerjiniz çoxdur, məsafəli işlərə girişəcəksiniz və məsafəli işlərlə əlaqədar böyük bir şans əldə edəcəksiniz. Amma bu həftə yalan və xəyanət enerjiləri sizin ətrafınızda həddən artıq çox ola bilər. Bunları stabil şəkildə düzəltməlisiniz. Məncə uğurlu həftədir və sizin kimlərsə kömək eləyəcək, dəstək və köməkləri sizin üzərinizdə olacaq ki, dəngənizi sağlam bir formada aparmağı bacaracaqsınız. Ümumi dəyərləndirsək 88-89%-ə qədər şir bürcləri həftəniz uğurludur. Və həftənin digər uğurlarından biri də oxatanlar sizsiniz. Düz həftənin əvvəllərində güvənsizlik, xəyanət, bəzi yarımçıq enerjilər olacaq ki, bunların stabiliyini tam istədiyiniz kimi düzəldə bilməyəcək. Həftənin sonlarına doğru idarəniz, danışığınız, baxışlarınız, pulla, sənədlə bağlı olan bütün fikirlər, şanslar sizə doğru gələcək. O qədər gözəl şanslarınız olacaq ki, yəni bu şanslar arxa-arxaya sizi zamanla əlaqədar çox güclü bir vəziyyətə salacaq və bu güclü vəziyyətinizdə sizin, belə deyim də, beyninizdə olan pul, maddiyyatla, evlə, malla, mülklə əlaqədar olan nə işləriniz varsa, hamısının aktivləşməsinə şans yaracaq və bu şansınız mənə elə gəlir ki, oxatanlar sentyabrın 10-una qədər sizlə bərabər ola bilər. Bunları düzəltməlisiniz, düzəldə bilsəz, belə deyim də, zaten güclənəcəyiniz o çələngi sizin başınıza qoyulacaq və evrenin enerjisi sizin üstünüzdə olacaq. Ümumi dəyərləndirsək, oxatanlar 89-90%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Məncə də uğurlu olacaq. Sosiallığınız çoxdur. Bacardığınız qədər çox yerləri dəyişin. Olduğunuz mühitlərdən yeni insan enerjiləri sizin gücünüzü maddi cəhətdən aktivləşdirə bilər.